Salam yoldaşlar, hər birinizi salamlayıram. Yenə mən və çox əsəbiyəm. Əlim ayağım əsir, yəni bilmirəm nə edeyim. Bülbülədən bir müştərini qəbul elədim. Səlyan şosesinə gətirdim. Bu Eldorado ailəvi istirahət mərkəzi onun yaxınlığında. Trasda dayanmadım, döndüm, dedi qaqaş burada saxla. Yəni tez bazar girim, gedək. 2 adres vurubdu. Dedim, hadi yaxşı da qabağında dayanmışam. Qardaş, hara getdi, necə getdi, nə cür getdi bu boyda trasın ortasında? Sağım dəniz, solum tras, yoxa çıxdı uşaq. Böyük bir məbləğ deyil. 16-17 manat pul yazıbdı. Prosto, yəni taksi qardaşlar, taksi yoldaşlar, xəbəriniz olsun da, yəni beləsinə ləri var. Aidiyyəti qurumlara xəbər eləmişəm, nömrəsini vermişəm, nömrəsi bağlıdır, taparlar, tapmazlar, özləri bilərlər, mən inanıram ki, tapılacaqdır. Prinsipə, yəni istəyirəm ki, tapılsın. Ondan hamı yaxşı bilir də, o 20 manat neçə qatından çıxacaqdır. Məsələ o 20 manat deyil, mən o 20 manatın acı deyiləm. Prosto, qardaş, probka saatıdır. Yəni bu nəyə lazım? Nəyə? Oradan bura gəlmişəm 1 saat. Buradan ora getmişəm. 20 dəqiqə məni gözlədibsən, gözləməyə də vurmuşam. Ayıbdır vallah, ayıbdır. Məndə sözüm yoxdur. Bilmirəm nə deyim dayı.